Salamlayıram buradan Azərbaycan xalqımızı, mən Lənkəran sakini Rəşad Əliyev, nəhəng liderin adamı, Lənkəran sakini Rəşad Əliyev. Bütün dünya Azərbaycanlılar, bütün ölkələrdən mənə dəstəkləyirlər. Səhifələrim gəldi, 950 mini keçdi. 11 dənə YouTube, 11 dənə Instagram, 11 dənə TikTok, 11 dənə Facebook səhifəm 950 mini keçdi. Girib izləyə bilərsiniz. Azərbaycanın bir dənə nəhəng lideri var da. Canımızdır, qanımızdır. Azərbaycanımızın tarixidir. Buradan Azərbaycana mesaj göndərirəm. Heç kimin başı deyil Azərbaycanda. Kimlərsə vaxtı ikən Cənab Prezidentimiz Ali Baş Komandan ordusu ilə müharibə aparan vaxtı Azərbaycanın içində kimlərsə istəyirdilər ki, hakimiyyətə gəlsinlər. Bilirsiniz də kimi deyirəm mən, Ramiz Mehdiyev dəstəsi ilə, Əli Kərimli ilə. Gördünüz Azərbaycanın Milli Təhlükəsizlik Nazirimiz Əli Nağıyev, sayğılarımız buradan, efir vasitəsilə. Bir nömrəli DTX-nın rəisi Əli Nağıyev, gördünüz onları necə yerindən götürdülər onları. Bildiniz? Yəni Azərbaycanda heç kimin başı deyil. Azərbaycanda çövülüş eləsin, hakimiyyətə qarşı. Onun aklını alarlar, aklını. Buradan Azərbaycana mesaj göndərirəm. Kiminsə başı deyil Azərbaycanda çövülüş eləməyə. Eləyənin aklını alarlar, onu yerindən oğrayar DTX-a, aparar gətirməz. Odur ki, sakitcə həyatı yaşamaq lazımdır. Burada Azərbaycanda kimlərisə bu söz göndərir ünvanlarına. Heç kimin başı deyil Azərbaycanda çövülüş eləsin. Azərbaycanın güclü təhlükəsizlik nazirimiz var, Əli Nağıyev. DTX maşallah yüksək səviyyədədir ya. Bütün dünyada bir nömrəli seçilib Azərbaycanın DTX-sı Əli Nağıyev. İstənilən adamı yerindən aparar, götürərlər, yaşatmazlar onları. O heç kimi Azərbaycanda başı deyil. Azərbaycana qarşı çövülüş eləsin, dövlətə qarşı. Bizim güclü dövlətimiz var və dövlət başçısının da yanında güclü nəhəng liderlər var. Hörmətli nazirimiz Əli Nağıyev, təhlükəsizlik nazirimiz, Daxili İşlər nazirimiz Vilayət Eyvazov, baş prokurorumuz, biz nədir bu nəhəng liderin yanındadırlar onlara. Azərbaycanda heç kimi fikirləşməsin ki, kimsə çövülüş eləyə bilər. Eləyənlər görürsünüz də təhlükəsizlik nazirimiz necə onu yerindən onları götürürlər, yerindən yaşatmazlar. Onların aklını alırlar, aklını. Ağıllarını alırlar başından. Odur ki, heç kimin başı deyil. Sakitcə həyat yaşamaq lazımdır. Azərbaycanın rayonlarında da kimlərsə istəyirlər